O düz söhbətdir ki, nə istəyirsən ye, amma kalori defisiti yarat, arıqlayacaqsan. Düz söhbətdir. Amma siz nə istədiyinizi yeyəndə orada kalori defisiti yaratmaq olmur. Çünki sizin istədiyiniz qidalar o qədər kalorili olur ki, ondan zaten 100 qram, 200 qram istifadə edəndən sonra kalori normasını keçirsiniz. Və sizin istədiyiniz qədərdə istifadə etmək zaten mümkün deyil. O yarada bilmirsiniz, başa düşürsünüz. Yəni, yarada bilmirsiniz. O kalori defisitini istədiyinizi yeyib yarada bilmirsiniz, təəssüf ki. Yəni, məsələn də belə bir şey deyim sizə. Xiyar 16 kalori. 16 kalori. Semiçka 550 kalori. İkisindən də 100 qram yeyəcəm. Yəni təsəvvürünüzə gətirin ki, 1 kilo, 3-4 kiloqram xiyar, 100 qram semiçka. Düzdür? Hansından mən kalori defisiti yaratmaq ehtimalım daha çoxdur? Enerjinin az olmağı daha məqsəd yönlüdür. Yəni bununla belə siz kalori defisiti yaratmaq ehtimalınız daha da çoxalır. İstədiyinizi deyil, daha az kalori ehtiva edən qidalarla çox qidalansanız, kalori defisiti yaratmaq ehtimalınız da çoxalacaqdır.